Kanala like atıp abone olmağı unutmayın. Bunları edin ki yeni videolar gelsin ve zəngi açın ki yeni videolardan xəbərdar olun. Azərbaycanda geniş istifadə olunan yüksək dozalı C vitamini preparatlarından biri olan Paskorbin 7, 5G50 ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik olacağı ilə bağlı ötən gün məlumatlar yayılıb. Oxu az xəbər verir ki, yayılan məlumatlarda Paskorbin ölkədə qeydiyyat müddətinin mayın 21-də başa çatacağı və yaxın dövrdə preparatın yeni partiyasının idxalının müvəqqəti olaraq mümkün olmayacağı vurğulanıb. Oxu. Azın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (IM) bildirilib ki, sözü gedən preparatın qüvvədə olma müddəti 21.05.2026 il tarixinədəkdir. Dərman vasitələrinin ölkə ərazisinə idxalı dərman vasitələrinin istehsalçıları və ya topdan satış əczaçılıq müəssisələri tərəfindən Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirilir. Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci bəndinə əsasən bu qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız icazə verən orqan tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Qanunun 6.12-ci bəndinə əsasən dövlət qeydiyyatının qüvvədə olduğu müddət ərzində ölkə daxilində dövriyyəyə buraxılmış dərman vasitələrinin dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdən sonra onun son istifadə tarixi bitənədək satışına və istifadəsinə yol verilir. Bildiririk ki, Paskorbin 7, 5G ticarət adlı dərman vasitəsi hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına malikdir və onun qeydiyyat vəsiqəsinin qüvvədə olma müddəti 21.05.2026 il tarixinədəkdir. Əlavə olaraq bildiririk ki, sözü gedən dərman vasitəsinin yenidən dövlət qeydiyyatı ilə bağlı yerli şirkət tərəfindən mərkəzə müraciət olunub və proses Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2019 il tarixli qərarı ilə təsdiq edilmişdir. Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması qaydalarına uyğun olaraq tərəfimizdən icra edilməkdədir. Bununla yanaşı, yerli distributor tərəfindən əlavə prosedurlar üzrə də müraciətlər təqdim edilmiş və həmin proseslər qüvvədə olan tələblərə uyğun şəkildə icra olunur. Hazırda proseslərin icrasında hər hansı ləngimə müşahidə edilmir. Bu dərman vasitəsinin əsas təsir edici maddəsi askorbin turşusudur. C vitamini farmakoterapevtik qrup olaraq vitamin preparatlarına aiddir. Dövlət qeydiyyatına alınan zaman təsdiq edilmiş istifadə təlimatına əsasən Paskorbin dərman vasitəsi qida ilə əvəz olunmayan C vitamini çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur. Əlavə olaraq bildiririk ki, sözü gedən dərman vasitəsi sonuncu dəfə 13 fevral 2025-ci il tarixdə 64.180 ədəd flakon sayda ölkə ərazisinə idxal olunub, deyə məlumatda bildirilib. Ədliyyə Naziri Fərid Əhmədovun müvafiq əmri ilə Rusif Əlövsət oğlu Quliyev Şəmkir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Oxu, AZ Teleqraf istinadən xəbər verir ki, təyinata əsasən Rusif Quliyev artıq vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Rusif Quliyev bundan əvvəl 2018-ci ildən etibarən Bərdə rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışıb. Nazir yeni rəis təyin etdi. Foto